Oktyabr 23-də Ağcabədi Pedaqoji Kollecində Konstitusiya və Suverenlik ili çərçivəsində Ağcabədi rayon icra hakimiyyəti və kollecin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər gününün 5 ilinin tamam olması münasibəti ilə Qəhrəmanlarla bir gün adlı tədbir keçirilib. Görüşdə kollecin müəllim və tələbə heyəti, eləcə də digər qonaqlar iştirak ediblər. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə Ağcabədi rayon icra hakimiyyəti aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinç Niftaliyeva, kollecin direktoru, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Əliyev, eləcə də kollecin təhsil, humanitar və sosial ixtisaslar şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhimov çıxış ediblər. Çıxışçılar 2020-ci ilin 27 sentyabrında başlanan Dədə-Baba Qarabağ torpaqlarında şanlı ordumuz tərəfindən həyata keçirilən uğurlu hərbi əməliyyatlardan, Azərbaycan ordusunun döyüş meydanında düşmən ordusuna heç bir aman vermədiyindən və cəmi 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından danışıblar. Müharibə iştirakçıları olan və hazırda kollecdə müəllim kimi işləyən keçmiş döyüşçülər öz xatirələrini bölüşüblər. Qeyd olunub ki, 8 noyabr tarixli olan Zəfər günümüz şanlı tariximizə qızıl hərflərlə yazılıb. Bu gün Azərbaycan azaddır və dünya qarşısında başımız dik, alnımız açıqdır. O da vurğulanıb ki, möhtəşəm qələbəmizin 5 ilinin tamam olması münasibəti ilə qəbul olmuş müvafiq tədbirlər planına əsasən Zəfər günümüzə həsr olunmuş tədbirlər bundan sonra da silsilə şəkildə davam etdiriləcək. Gündüz Sevindik Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.